Aqil bəy, siz Trump Bidenin səhvini təkrar etdi dedikdə nə nəzərdə tutursunuz? Biden necə Ukrayna ilə müharibə zamanı sanksiyaların Rus xalqını Putinə qarşı çevirəcəyini düşündüyü kimi, Trump da elə fərz etdi ki, zaten sosial problemləri olan İran müharibə ilə öz rejiminə qarşı çıxacaq. Çox təəssüflər olsun ki, adamlar Amerika boyda bir dövlətə başçı olublar, amma şərq toplumunu tanıya bilmirlər. Sadə bir misalı çəkmək istəyirəm. 44 günlük vətən savaşı zamanı Azərbaycanın bütün əhalisi cənab prezidentin arxasında dəmir yumruq kimi birləşdi. Çünki şərq toplumunda dövlət hər şeydən öncə gəlir. Əgər mənim dövlətimə qarşı hər hansısa bir təhlükə varsa, orada artıq sosial, iqtisadi və digər bütün siyasi, bütün problemlər arxada qalır. Bunu qərb toplumu anlaya bilmir. Qərb toplumu bunu başa düşə bilmir. İranda da eyni şəkildə sosial problemlər var idi və o sosial problemlərə görə də və eyni zamanda rejimlə əhali arasında ciddi problemlər var. Bu gün də var. Amma müharibə varsa, dövlət təhlükə altındadırsa, şərq toplumunda, sadəcə İranda və ya Rusiyada və ya Azərbaycanda və digər şərq toplumunun istənilən ölkəsində xalq dövlətin arxasında birləşir. Bu məsələ bu qədər bəsit idi. Və çox təəssüflər olsun ki, nə Biden, nə də ki Trump bu gerçəyi anlamadılar və hər ikisinin də bataqlığa batmasının səbəbi də budur.